Tovuz rayon sakini 1-ci dərəcəli Əlil Həsənov Hamlet Məhərrəmoğlu televiziyamıza müraciət edərək rayonun Bozalğanlı kənd ərazisində ticarət obyekti kimi inşa etdirdiyi qeyri-yaşayış binasının ticarət obyekti kimi fəaliyyət göstərilməsi üçün rayon rəhbərliyi tərəfindən problem yaradıldığını qeyd edib. Sahibkar obyektin fəaliyyət göstərilməsi üçün qarşısında olan hasarın sökülməsinin vacibliyini bildirib. Şikayətçi qeyd edib ki, qeyri-yaşayış obyektinin tikintisi və istifadəyə verilməsi üçün rayon icra hakimiyyəti başçısı tərəfindən sərəncam verilib. Fövqəladə Hallar Nazirliyinin bütün tələblərinə əməl edilib. Şəhərsalma və Arxitektura şöbəsi tərəfindən layihə hazırlanıb. Daşınmaz əmlak Dövlət Reyestr Xidməti tərəfindən binanın texniki pasportu və çıxarışı var. Lakin hasarın sökülməsinə icazə verilmir. Əməkdaşlarımız mövcud məsələ ilə bağlı Tovuz rayon icra hakimiyyətinə sorğu göndərib. Qurumdan sorğuya şifahi olaraq cavab verilərək bildirilib ki, Hamlet Həsənova məxsus obyekt rayonun Bozalğanlı kənd ərazisində yerləşir və həmin kəndin ərazisinə giriş-çıxış vardır. Hamlet Həsənovun həmin obyektə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına heç bir məhdudiyyət yoxdur. Lakin sahibkar obyektin rayonun yaşayış məntəqələrini və digər rayonları birləşdirən əsas yol olan Tovuz şəhəri Heydər Əliyev prospektinə baxan hissəsindən hasarı və piyadaların hərəkəti üçün qurulmuş səkini sökərək fəaliyyət göstərmək niyyətindədir. Həsənov Hamlet Məhərrəmoğlu Tovuz rayon Bozalğanlı kənd ərazisində inşa etdiyim qeyri-yaşayış obyektlərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Kamran Əskiparalı Könül Həbib qızı bugün informasiya proqramı üçün.